Vaxtınız xeyir olsun əziz Təhsil TV izləyiciləri. Biz təhsil müzakirələri ilə yenə sizin qarşınızdayıq. Bugünkü qonağımız isə Profi Resurs Peşə Tədris Mərkəzinin icraçı direktoru Ləman Fitoridir. Xoş gəlmisiniz Ləman xanım. Təşəkkür edirəm. Sağ olun dəvətiniz üçün. Biz təşəkkür edirik gəldiyiniz üçün. Ləman xanım, mən istəyərdim ilk olaraq siz öz mərkəziniz haqqında bizə və izləyicilərimizə ətraflı məlumat verəsiniz. Profi Resurs Peşə Tədris Mərkəzi 2014-cü ildən Azərbaycan Respublikasında fəaliyyət göstərən yeganə özəl peşə mərkəzidir ki, ilk peşə təhsili ilə bağlı kurslar hazırlayır. Və bundan əlavə də dövlət sifarişli, amma ödənişli əsaslarla təhsil verən bir müəssisədir. Ləman xanım, qeyd elədiniz ki, tək özəl peşə tədris mərkəzidir. Bu peşə tədris mərkəzinin digər peşə mərkəzlərindən nədir fərqi, nədir özəlliyi? Özəlliyinin fərqi yəqin ki, ödənişli olmağıdır. Birinci bunu hamı düşünür, elə biz də belə düşünürük ki, biz ödənişli ilə ilk olaraq 2014-cü ildən də ödənişli fəaliyyət göstəririk. Amma özəlliyi mən bunu deyə bilmərəm, çünki özəllik burada fərdi yanaşmadan asılıdır. Çünki bizdə fərdi yanaşma biraz fərqli olur. Mən öz adımdan deyə bilərəm. Müəllim olaraq mən yəni icraçı direktor da olsam belə bunu heç vaxt səsləndirmirəm, tələbələr də bilir, həmişə mən müəllim olaraq fəaliyyət göstərirəm. Müəllim olaraq bir peşəyə yönlənən tələbənin mən düşünürəm ki, biz peşəkar insan yetişdirməliyik. Mən bu peşəkar sözündən öncə insan olaraq yetişdirilməsinin daha tərəfindəyəm ki, sonra peşəkarlığı vermək rahat olur. Bir insanı insan olaraq formalaşdıranda o artıq özünün hansı peşədə görürsə, düzgün qərarlar verə bilir. Mən buna görə bir müəllim olaraq yanaşıram. Mən peşə etikası, nitq mədəniyyətindən dərs keçdiyimə görə bir balaca da bu ixtisasla bağlı ola bilər. Yanaşmamız belə olur. Ləman xanım, bəs sizdə ödənişlər nə qədərdir? Bəlkə izləyicilərimizdən gəlib həmin peşə tədris mərkəzinə təhsil almaq istəyənlər var. İxtisaslar nələrdir? Necə seçilir tələbələr? Tələbələrin seçimi belə, əgər məni valideynlər dinləyəcəksə bilirlər ki, hərdən mənə deyirlər ki, çətin tərbiyə olunan uşaqları biz sizə yönləndiririk. Ləman xanım, siz öhdəsindən gələcəksiniz, amma mən düşünürəm ki, çətin tərbiyə olunan uşaq yoxdur. Yəni mənim siyahımda desələr ki, bir uşaq yadda saxlamısınızsa ki, o çətin tərbiyə olunub, mən o siyahına ağ vərəq verəcəm. Çünki orada ad yoxdur. Razılaşmıram, çətin tərbiyə olunan uşaq yoxdur. Bizə əgər müraciət edirlərsə, mən valideynlərə də öncədən deyirəm, ödənişli əsaslarla qəbul eləsək də, bizdə ödənişsiz də təhsil alan tələbələr var. Hansı ki, o ailə vəziyyətinə biz baxırıq, onun maddi vəziyyəti uyğun deyilsə, biz çox tələbələr var ki, ondan ödəniş heç istəmirik, almırıq. Yetər ki, oxusun. Gəlib getmək yox. Uşaq əgər doğrudan can yandırırsa, peşəni çox istəyirsə və onun maddi imkanı buna yol vermirsə, biz dəstək oluruq. Digər şərtlərdə bəli, ödənişli əsaslarda burada tələbə təhsil fondu bizə yardım göstərir, kredit fondu. Tələbələrə kredit ayrılır. 1500-dən 2500 arası təhsil məbləğində dəyişikliklər olur. Bəs hansı peşələr var sizin mərkəzinizdə? Peşələr ən çox biz tanınırıq avtomobillə. Avtomobil diaqnostikası və təmir ustası, avtomobil çilingəri, avtomobil elektriki, avtomobilin rəngsazı, web dizayn proqram təminatı, informasiya təhlükəsizliyi ixtisasları, kompüter təmiri. Yəni mən qısaca adları deyirəm. Geyim üzrə dizayner var, mühasibat uçotu var. Bundan əlavə də digər qısa müddətli kurslar çoxdur ki, bizdə 3-6 aylıq, 1 aylıq təhsilə gələnlər olur. Yəni burada məbləğlər artıq dəyişir. Ləman xanım, neçə ildir baxın bu həmin peşə tədris mərkəzində çalışırsınız? Mən 2014-cü ildən bəli. Oradasınız. Baxın, çox uzun bir müddətdir. Mənə maraqlıdır ki, gənclər peşələrini düzgün seçə bilirlər. Ümumiyyətlə peşə təhsili gənclərin həyatında necə bir rol oynayır? Peşə təhsili gələcək uğurları üçün atacaqları ilk addımdır. Və burada mən dönə-dönə valideynlərə də deyirəm, bildirirəm ki, uşaqlarınıza dəstək olun, amma seçimi siz eləməyin. Çünki bizdə illərlə mən bu peşəyə yönəldilən valideynlərin, yəni belə deyim, övladlarından da əlavə, həm özlərinin, həm övladlarla mütəmadi olaraq danışdığıma görə mən bilirəm ki, yəni həm görüşlər keçirdirəm, həm danışıram, mən görürəm ki, 90% valideyn seçimidir. Amma bu səhv addımdır. Uşaqlar özləri seçəndə daha böyük uğur qazanırlar. Baxırsan ki, uşaq özü həvəslə gələn uşaq məktəbdən ayrılmaq istəmir. İnanırsınız, mənlə bərabər işdən mən çıxanda mənlə bərabər çıxan uşaqlar var. Mən onları
avtomobildədirsə, avtomobilin yanından ayıra bilmirəm. Əgər geyim üzrə dizayndadırsa, maşının yanından çəkə bilmirik, bu dərzinin yanından çəkə bilmirik. Yəni onlar öz işlərinə yapışırlar. Evə də getmək istəmirlər. Özləri seçib gələnlər. Valideyn çox vaxt zəng edir ki, "Baxam, sizə dərs nə vaxt bitib?" Deyirəm, "Valla dərs saat 3-dən bitib." Uşaq gəlməyib. Deyirəm, "Uşaq hələ otaqdan çıxmır. Elə nəsə biçir, tikir, nəsə avtomobilin yanında elə əl çəkmir. Nə müəllimdən əl çəkir, nə istehsalat təlim ustasından, nə də məndən." Uşaq özü sevib gələndə, seçib peşənin arxasınca düşəndə onun üçün böyük uğurları əldə eləyə bilir. Amma özü seçməyəndə, valideyn məcbur qoyanda mən məcburam ki, onu bu ixtisasdan çıxardıb o biri ixtisasa yönləndirim. Çünki uşaq çox vaxt mənə yalvarır ki, "Atam, anama siz deyin. Mən qorxuram deməyə." Bəs qeyd elədiniz ki, valideyn seçim eləyib, hər hansı bir peşəni seçib, amma uşaq başqa bir peşəni istəyir və siz ona şərait yaradırsınız ki, o getsin, digər bir peşəni də öyrənsin paralel şəkildə. Bəs onun sonradan sənəd alması, həmin necədir bu təhsildə? Çox çətinlik çəkir uşaqlar orada. Yəni mən çox istəyərdim ki, bunu biz eləyə bilək ki, elə uşaq bir həftəsində, 10 günündə ixtisası dəyişmək istəyirsə, amma sistemlə bunu eləmək mümkün deyil. Bəli, yenidən imtahan verməlidir. Ona görə biz ixtisasın birindən ona sertifikat veririk. Bəs Ləman xanım, Təhsildə Keyfiyyət Təminat Agentliyi xüsusi imtahanla, əgər bacarıq varsa, diplom verə bilir həmin şəxslərə. Xüsusi bir sənəd verə bilir. Bəs bunu heç sınamısınızmı? Müraciətimiz bir neçə dəfə müraciət eləmişik. Müraciətimizə görüş ala bilməmişəm, düzünü deyim. Bilmirəm indi müraciətim vaxtına düşməyib. Mən düzgün müraciət eləməmişəm. Yəni qarşı tərəfi bunu istəmirəm yönləndirməyə, amma ola bilər ki, mən düzgün vaxtda müraciət eləməmişəm. Biz görüş ala bilməmişik. Belə müraciətlər olur bizdə. Peşəyə gəlib sonradan ali təhsil alanlar, ali təhsil almaq istəyənlər necədir müşahidənizdə, çoxdurmu? Yoxsa ümumiyyətlə ali təhsil istəmir, halbuki istəsə ala bilər, o necə deyim, o hazırlaşa bilər, amma sadəcə peşəyə gəlir. Çox yaxşı sualdır. Çünki mən indi verəcəyim cavab bəlkə də çox adam bunu bilmir. Ali təhsili yarımçıq qoyub peşəyə gələnlər var. Ali təhsilə qəbul olub, imtina eləyib peşəmizə gələnlər var və ali təhsili bitirib yenidən peşəmizə gələnlər var. Bu daha çoxdur. Təhsildəki ixtisasından tamam fərqli. Bəli. Nə qədər uğurludur ümumiyyətlə sizin tələbələriniz həm iş həyatında, həm elə mərkəzdə olan o təhsil həyatında? Təhsil, nə bilim, onlar uğurları, məncə, mən uşaqları ümumiyyətlə çox istəyirəm, uğurlarını da öz uğurum kimi görürəm də, onların uğuru bizim uğurumuzdur. Müəllim olmaq mənim üçün kifayət eləmir. Mən həm də orada valideynəm, həm valideyn rolundayam, həm müəllim rolundayam. Düşünürəm ki, bizə müraciət eləyən tələbələr özləri bu haqda fikir bildirirlər. Özləri deyirlər ki, bizim üçün yaxşı oldu ki, biz buradan keçdik. Çünki biz işlə təmin eləməyə hardasa 90% işlə təmin eləyirik tələbələrimizi. 90%? Bəli. Bu müxtəlif əməkdaşlıqlar sayəsində olur, yəni necə? Bu fərqli tanışlıqlar da olur, əməkdaşlıqlar da olur. Bir də ki, tələbənin, belə deyim, 70% özündən asılıdır. Biz onu gələndə tələbəyə mən deyə bilmərəm ki, səni işlə təmin eləyə bilərik. Biz gözləyirik. Mənə o sualı verəndə deyirəm, biz gözləyirik. Tələbə bizə doğru düzgün cavab verəndə və mən görəndə ki, doğrudan mənimsədi, hər şey yaxşıdır, onda biz göndərəndə, bəli, işlə təmin eləyə bilirik. Hansı şirkətlərdə, hansı yerlərdə məsələn, avtomobillər çalışırlar? Nurgün Motors'dır, Mercedes, Hyundai, Chevrolet, Azərbaycanda tanınmış bütün şirkətlər demək olar ki, orada baş ustalar belə bizim tələbələrimizdir. Bəs pedaqoji heyət necə qurulub sizdə, müəllimlər? Müəllimlər ali təhsilli müəllimlərdir, istehsalatdan gələnlər. Ali təhsilli, amma istehsalatdan gəliblər. Biz daha çox onlara üstünlük vermişik. Ləman xanım, bəs bir müşahidəçi kimi necə düşünürsünüz? Bugün deməli ali təhsil var, orta ixtisas təhsilində peşə də daxildir, kollec təhsili və peşə. Maraq necədir peşəyə? Məsələn, valideynlərin düşüncəsi, baxışı və yaxud da tələbələrin baxışı peşəyə necədir? Sadəcə universitetə girə bilmədik deyəmi peşəyə gedirlər, valideynin hər hansı seçdiyi bir ixtisası peşəni öyrənirlər, yoxsa doğrudan da o maraq varmı artıq? Çünki əvvəl belə idi də, kimsə ali təhsilə gedə bilmirdisə, deyirdi peşə, amma son illər bu artıq dəyişməyə başlayıb. Mən ona görə sizin müşahidənizi istəyirəm ki, sizdə necədir bu, necə müşahidə edirsiniz? Peşədə valideyn seçirsə, inanın ki, çox uğursuz nəticələr olur.
Mən bunu illərdir müşahidə edirəm. Amma tələbə özü seçirsə, maraq çoxdur. Tələbələr gəlir ki, mən universitet istəmirəm. Valideynim deyir ki, sən mütləq universitetə qəbul olmalısan. Bizdə belədir də. Yəni Azərbaycanda çox ailələr istəyir ki, uşaq universitetə qəbul olsun. Mən səmimi deyim, mənim də oğlum gələn az yaşlıdır, məktəbi bitirəcək, mən də istəyirəm universitetə qəbul olsun. Amma yanaşı olaraq mən peşəyə gətirirəm ki, hansısa bir sahəni öyrənsin. Bizdə hələ yanaşı getməyi biraz valideynlər onu belə deyim, özlərində analiz eləmirlər ki, həm universitet, həm peşə. Bunu hələ analiz eləmirlər. Amma gələcəkdə mən düşünürəm ki, bəlkə də nə vaxtsa mənim bu deyimim gündəmə gələ bilər ki, mən bunu görürəm ki, gələcəkdə universitetlə peşə yanaşı gedəcək. Ləman xanım, bəs sizin peşə mərkəzinizdə hazırda nə qədər tələbə var? Ümumiyyətlə, hər il qəbullarınız necə olur? Artırmı? Bu mən istəyərdim siz özünüzün o statistikanızdan da bir çıxış eləyəsiniz. Profi-resurs mərkəzi haqqında da, peşə tədris mərkəzi haqqında bizə daha geniş məlumat verəsiniz ki, yəni qəbullar necə aparılır? Tələbə sayı nə qədərdir? Müəllim heyətiniz nə qədərdir? Tələbə sayını bizim özümüzün verdiyimiz qəbul planına uyğun aparırıq da. Bəzi ixtisaslar var ki, orada 20 nəfər ola bilər, bəzi ixtisaslar var, orada 40 nəfər ola bilər. Amma qısa müddətli kursların, yəni burada artıq il ərzində 500 də ola bilər, 400 də ola bilər, 300 də ola bilər. Qısa müddətli kursları mən 1 illik, 2 illik ixtisaslarla qarışdırmaq istəmirəm. 1 illik, 2 illik ixtisaslar verdiyimiz qəbul planına uyğun aparılır. Mən 20 nəfər verirəmsə 20 nəfər olur. Məsələn, ixtisaslara görə. Əgər 40 nəfər veririksə 40 nəfər olur. Ən çox bizi oxuyan tələbələr öz qohumlarını, öz tanışlarını, öz sinif yoldaşlarını dəvət eləyirlər. Belə deyərdim də, elə bil ki, biz bir ailə üzvüyük. Hər dəfə bizdən o ailələrin üzvləri gəlib keçir. Bizdə tanımadığımız ailə üzvləri çox nadir hallarda olur. Kimsə yönləndirir, tələbələr yönləndirir. Artıq qəbul prosesinə az qalıb bildiyim qədərilə. Mən istəyərdim siz bir çağırış da eləyə bilərsiniz. Profi-resurs tədris mərkəzində oxumaq istəyən tələbələr üçün, şəxslər üçün ola bilər bu. Və müsahibələriniz necə olur sizin? Yəni məsələn siz dediniz ki, sizdə fərqlidir də, o həmin valideynlərin deyil də, şagirdlərin seçimlərini ön planda tutursunuz. Məsələn, onlar o şərait yaradılırmı ki, gəlib tutaq ki, praktiki olaraq baxırlar peşələrə, baxış keçirirlər, Bizdə seçirlər. açıq qapı günləri olur. Hər demək olar ki, bir ayın 5 günü açıq qapı günüdür. Yanvar ayından bizim məktəb üçün yazılan tələbələr var ki, biz gələcəyik, qeydiyyat olacağıq və doğrudan da onlar gəlib qeydiyyat olurlar. Onlar yanvardan hər həftə, hər ay bir dəfə dərslərə gəlirlər, iştirak eləyirlər. Mən özüm şəxsən uşaqlarla bir-bir danışmalıyam, çünki mən valideynlərə qətiyyən güvənmirəm artıq onlara. O qədər ki, seçimlərində bizə əziyyət verirlər. Yəni, bunu özləri də şahid olurlar ki, hər dəfə yalvarırlar uşaqlar mənə, hər dəfə mən də dəyişə bilmirəm. Ona görə uşaqlarla özüm mütləq şəkildə danışıram. Əgər ixtisas istəyirlərsə, qeydiyyat eləyirik. Mən istəyirəm o valideynlərə, şagirdlərə də çağırışınızı eləyəsiniz. Çağırışım profi-resursa yönlənən tələbələrin bir çoxu demək olar ki, ixtisasdan çox inanın ki, valideynlər deyir ki, mən gətirmişəm ki, Ləman xanım, onu biraz cəmiyyətə hazırlayasınız. Ən çox müraciət 50% peşə ilə olanda 50% cəmiyyətə hazırlamağımı istəyirlər. Mən bizi tanıyan valideynlər, tanımayan valideynlər, kimlər övladları üçün hansı peşənin uyğun olduğunu, əgər uşaqlar bizi seçirlərsə, mən dəvət eləyirəm. Gəlsinlər, bizdə xoşdursa, bizə də xoşdur onlarla işləmək. Bəs müsahibə prosesi necə aparılır? Müsahibə prosesi valideynlər kənarda qalır, yenə deyirəm. Tək otaqda mən özüm uşaqlarla danışıram ki, oğlum istəyirsənmi? Avtomobil atası gətirir ki, mən istəyirəm çilingər olsun. Uşaq içəridə deyir ki, yox, mən çilingər olmaq istəmirəm. Müəllimə, mən heç xoşum gəlmir çilingər. Deyirəm ki, yox, mən keçitməyəcəm qeydiyyatdan. Valideyni çağırıram, izah eləyirəm ki, mümkün deyil də, başqa məktəbdə oxuda bilərsə, amma burada bu uşaq istəmirsə, mən oxutmayacam onu. Ləman xanım, sizdə bal aralığı necədir? Nəyə baxılır? Ola bilər ki, bu mən düşünürəm şagirdləri, valideynləri maraqlandıran sualdır. Orada artıq sistemdir. Sistemdə keçəndə özləri qəbul olurlar. Amma müəyyən minimum və yaxud da maksimum? Minimum, maksimum bal yox. Müsahibəyə baxıram. Ən çox uşağın istəyinə biz baxırıq. Mən düşünürəm ki, valideynlər övladlarının seçiminə qarışmamalıdırlar və özləri seçim eləməməlidirlər. Bu uğursuzluğa birbaşa peşədə gətirib çıxarır.
Əgər qarışmasalar, uşaqlar özləri öz seçimləri, sevdiyi peşənin arxasınca getsələr, ən yaxşı nəticələri əldə eləyə bilərik. Təşəkkür edirəm Ləman xanım. Minnətdaram ki, gəldiniz. Ümid edirəm ki, şagirdlər də, valideynlər də sizin bu tövsiyələrinizi dinləyəcəklər. Çox sağ olun. Sağ olun. Əziz izləyicilər, bizdən bu günlük bu qədər. Növbəti verilişlərdə görüşənədək.